Balaca rəssamların və rəssamlığa maraqlı olanlar bu günləri sizlərlə mənə atdığınız icmaldan əl işlərinizə baxacağam. Və bunu deyim ki, bir müddətdir video gəlmirdi. Səbəbi isə imtahana hazırlaşıram, müdafiəyə hazırlaşıram. Mənim üçün çox önəmlidir. Və həyatımızda heç vaxt imtahanlar bitmir. Necə ki, 9-cu sinifdən imtahana keçim bəsimdir. 11-ci sinif buraxılışdan yaxşı bal əldə edeyim bəsimdir, keçim yəni. Üniversitetdə girdikdən sonra isə fənlərdən yaxşı qiymət alım, kəsirsiz qutarım bəsimdir falan. Bu. Bir sözlə öləndə də imtahan verəcək. İnşallah tək salamatçılıq olsun, sağ-salamat qurtarsın, bitsin. Çox da uzatmayaq, əl işlərinizə keçək. Deməli, ilk işimiz nədir? Salam müəllimə, əvvəl sizə şəkili atmışdım. 13 yaşındayam, orijinalda qoymuşam. Aha, çəkmək istədiyində qoyub, maraqlı görsən, amma burada bir problem var. Nədir? Vərəqin biraz dığırlı bir vərəqdir, yəni akvarel vərəqidir. Yəni rəngli karandaşlarında desəm biraz çox da sıxmamısan, tonlamada biraz problem var, amma çox da qəşəng oxşatmısan ha. Sizcə uşaqlar oxşada bilibmi? Yəni sizə baxın, mən xoşuma gəldi, bəyəndim. Salam müəllimə, bugün çəkmişəm rəsmi. O əsnada 12 gün sonra baxan bir ədəd mən. Həqiqətən uşaqlar işlərə görə belə oldu. Səhvlərimi də və inkişaf etdirə biləcəyimləri qeyd etsəniz çox sevinərəm. Fikirləriniz mənim üçün dəyərlidir. İşin həqiqətən çox şirindir bu arada, yəni köməkçi xəttlər sənin üçün ən böyük, yəni problem yaratmayan hissə, yəni sənin işinin daha uğurlu olması üçün. O fikir versən, gözlərin o biri yuxarıda, biri aşağıdadır. Çox da gözə batmır, amma problem var. Yəni onlara fikir versən, yəni işim çox da qəşəngdir, qız belə qalıb, maraqlıdır, yəni çox da qəşəng işindir. Salam müəllimə, lamina falan kəsi çəkir. Aha, 11 yaşım var, çoxdan da şəkil atmıram. Əsasən bu adamı tanımıram, futbolçudur, qəhrəmandır, onu bilmirəm. Əsasən bu köynü, boyun hissəsi var, uşaqlar qatdanlı falan, o hissələri çox bəyəndim. Sizcə ora çox real görsənir. Üst hissəsi çox fərqlidir. Yəni bu sima mənə heç tanış deyil, amma fərqli, maraqlı bir işdir. Yəni çox qeyri-adidir. Salam müəllimə, necəsiz? 16 yaşım var, qiymətləndirin. Bir şey deyim, burada çiyələm yazıb, çiyələk sözü, amma çox da şirindir. Bir şey deyirəm, o çiyələk sözünü daha çox şirin yazmışam, bunu deyirəm. Çox da qəşəngdir. İşıq kölgəyə fikir versən, o işin daha həcmli görsənər, çox da qəşəng alınar. Əllər və sağlıq. Salam müəllimə. Aha, atmışam. Sizi səhifənizdə şəkildə çəkmişdim. Videoları çəkmişdim. Video silmiş. Aha, bir dəqiqə. Deyir ki, şəklini atmışdım. Sonra siz video çəkmədiyinizə görə silmişəm. Amma indi silməyəcəm. Belə böyük hərflərlə yazıb. Videoda əlavə etsəniz sevinərəm. 13 yaşım var. Necə çəkmişəm? Sizi çox gözəl müəlliməsiz. İnsanları, yəni ümumiyyətlə gözəl insansız deyil. Uşaqları ilhamlandırırsınız. Mələk kimisiniz. Sağ olun. Bir şey deyim, əvvəli belə gəldi, axırı belə qutardı. Nə deyim bilmədim, yəni özüm pis elədim. Uşaq təriflədi axırda. Uşaqlar, qətiyyən şəkillərinizi silməyin icmaldan. Nəyə görə? Çünki mən qayıdıram axı. Adicə mən 12 gün, 14 gün əvvəl şəkillərə baxıram. Altdan yuxarıya doğru gedirəm. Və dediyim kimi, müəyyən işlər olduğuna görə müəyyən səbəblərim vardı. Yoxsa mənə qalsa hər gün video çəkib ataram. Amma vaxt məsuliyyətlərimiz var, istər-istəməz. Yəni 6 ildir bakalavr, magistr təhsil alıram və hər şeydə sistemli görməyə çalışıram. Əlbəttə ki, sistem pozulur. Ona görə də gec-gec videonun gəlməsində səbəbi məhz budur. Yəni inciməyin məndən. Yəni məni başa düşün. Please, belə deyim, nə deyim. İşinə baxaq. İlk işin, yəni çox qəşəng, maraqlıdır. Nəyə problemlər var gözlərdə məsələn? Okey, ola bilər. Yəni yaşı neçə yaş var? 13 yaşlı uşağa görə əl işi məncə çox qəşəngdir. Rəngləmə hissəsini çox qəşəng eləmisən. Qəşəng sıxmısan da, yəni tonlamanı eləmisən mənə başda. Amma qəşəng işin, əllərdə sağlıq. O mələk kimi görən gözlərinizdir. Hər kəsin öz yanaşmağı var. YouTube-da olsun, hər hansı bir yerdə olsun. Çox sağ olun belə gördüyünüz kimi. Dediyim kimi, müəyyən səbəblərə görə videolar belə gec gəlir. Yoxsa mənə qalsa dediyim kimi, əl işlərinizə baxmaq daha çox mənə ilham verir. Nəinki sizə də ilham verirsə, nə qədər xoş. Onu deyim. Salam müəllimə, 9 yaşım var. Göyərçinin şəklini çəkmişəm. Bir dəqiqə Sumqayıtda qalırsan. Belə başa düşdüm. Hə. Göyərçində çox qəşəngsən. 9 yaşlı uşağın əl işinə bax. Halaldısan. Yəni çox da qəşəng işləmirsən. Aferin işləyib. Halaldır. Sumqayıtda deyəqən. Hə, Sumqayıtda qalır. Salam müəllimə, məni tanıyırsınız. Sizə bir dəfə videonuzda yer almışdım. Sizi çox minnətdaram. Aha, məni çox sevindirdiyini deyir. Bunu da mən çəkmişəm. Birinci şəkli, ikinci şəkli də çəkmək istədiyini qoyub. Müqayisə eləyək deyir. Zəhmət olmasa səhvlərinizi deyərdim. Səhvlərdə nədir? Biraz barmaqlarda problem var. O da normal bir şeydir. Uşaqlar əl, ayaq, barmaq bunları çəkmək çətindir rəssamlıqda. Yəni
Bunu çəkmək heç asan deyil. Biri əyri olur, biri qısa olur, biri uzun olur. Bir də o saç hissəsinin burada daha qabarıqdır, həmin o şəkildə. Amma mən bunu deyim ki, sənin üçün daha qəşəngdir məncə. Sənin üçün daha çox bəyəndim, bunu da deyim. Çox da qəşəngdir. Salam müəllimə, necəsiz? Mənim adım Gülaydır, 15 yaşım var, yeni rəsm çəkmişəm və bu dəfə deyir ki, proqramda çəkmişəm. İlk dəfə çəkdiyimə görə çətin oldu. Uşaqlar, həmişə biz əlimizlə idarə etdiyimiz şeylər həmişə bizə rahat olur. Necə ki, mən məsələn bir dəfə kompüterdə rəsm işləyəndə çox iyrənc alınmışdı. Səninki çox qəşəngdir. Əsasən də gözlərdir, çeyrək. Çeyrək xoşlayırsınız uşaqlar, amma çeyrək çox da yox. Amma yəni sevdim, çox da yox. Yəni çeyrək o qədər də sevmirəm. Nəsə boş ver. Çox da qəşəng işləmişsən. Yəni ilk dəfə belə işləyirsənsə davam elə. Məncə çox qəşəngdir. Salam, 11 yaşım var. Adım Fatimədir. Necədir sizcə? Yaşına görə çox gözəl işləmisiniz. Yəni siz ümumiyyətlə afərindir. Amma ümumiyyətlə bu animedə mənə tanış gəlib, nə yalan deyim. Ümumiyyətlə anime çəkəndə gözlərə fikir verir uşaqlar. Orada çünki animələrin gözləri çox qəşəng olaraq belə parlaq, böyük falan, iri, formaları da fərqli olur. Əslən animelərdə sevdiyim göz detallardır, yəni gözlərdə. Sən də işin qəşəngdir. Sizcə uşaqlar bu animenin adı nədir? Çox qabağıma çıxır reyslərdə, amma bilmirəm adını. Salam müəllimə, necəsiz? Bu şəkilləri çəkmişəm. Birinci şəkildə Michel çəkməyə çalışdım, onu tanımıram. Digər şəkillərdə də kruvasandır. Deyir ki, rəngli karandaşla işləmişəm. Amma bu kimdir? Mikeli yəni rəngli karandaşla eləməkdən çəkinib. Uşaqlar, qətiyyən şəkil çəkməkdən qorxmayın. Deyir ki, pis alınırmaqdan qorxmuşam. Amma deyir kruvasanla həmin o balqabaq yəni işləyib, həm də deyir ki, işıq daha tünd olub da, yəni realdan. Amma mən bunu deyim ki, onları daha da çox bəyəndim, amma bu işində çox qəşəngdir. Çox da qəşəngdir gedirsən. Amma çalış rəngləməkdən qorxma uşaqlar. Eyb yox, pis olsun və ya başqa bir şey olsun. Siz öyrənmə mərhələsindəsiniz və qətiyyən qorxmayın, qətiyyən. Çünki qorxsanız çox şey itirərsiniz. Hər şey möhtəşəm olmaq məcburiyyətində deyil. Əsas odur sən öyrən və daha yaxşı mərhələyə çat. Adım Lalə. Neçə vaxtdır şəkil atmırdım. 12 yaşım var, sərgi üçün çəkirəm. Baxın, bu mənzərəni çox sevirəm. Çox qəşəngdir. Boyalar səpilir. Mənzərə deyilsən orada çəkir. 2 dənə şey. Onu mən də eləmişəm. O qazlı şeylərdə, rəngli sularda. Altını kəsib o formada su qabı eləmişəm. Akvarel üçün, yəni rəngi fırçanı təmizləmək üçün. Sən də bizdənsən. Afərin, çox da qəşəng işləmişsən. Hələ iş ayısını yekunlaşmayıb. Bir tane də atasan mütləq. Çox qəşəng bir əzəmə. Yəni çox əziyyət çəkmişsən bir sözlə. Meduza. Saçlara baxsana. Saçları ilanıb okey başa düşdüm. O bir də şey eləməyə çalışırdı, yumuşatmaya çalışırdı. Çox qəşəngdir, çox qəşəng. Salam, gözəl müəlliməmiz, necəsiz? Bu rəsmləri quaşla boyayla işləmişəm. Bir sərgi üçünü, 2 dənə iş atıb. Uşaqlar həmişə bir dənəsini seçirəm. Çünki sayda çoxdur ona görə. Deyir ki, bir dəfə sizə tort atmışam, bir də qız şəkli atmışdım. Şəkillərində irəliş olmadığını soruşur. Yaşın neçədir? Yaşda 12 deyir. Bunu deyim ki, dovşanı həqiqətən çox bəyəndim. Baxın da uşaqlar, çox qəşəngdir, çox şirindir. Ətrafındakı güllər də, ümumiyyətlə çəkdiyin fon da qəşəngdir. Yaşıldır, fonda da yaşıllıqların içərisində qoymuşsan, kameraya çəkmişsən, çox da qəşəngdir, çox qəşəngdir. Salam müəllimə, necəsiz? 14 yaşım var, necədir? Dafi, çox şirindir Dafi. Gözlərə baxın sən al, belə çox qəşəngdir gözləri. İmza da qoymuşsan. Salam müəllimə, necəsiz? Elə belə çəkmişəm, yəni cızmaqara eləmişəm. Sizcə necədir? Bir şey, cızmaqara etməyinə baxmayaraq çox da qəşəng işləmişsən. Üstünə düşsən daha da qəşəng olacaq, işıq kölgə falan. Amma detalları qəşəngdir, hələ yekunlaşmayıb. Amma çox da qəşəng olar. Yəni mən bəyəndim. Çox da qəşəngdir, niyə də pis olsun. Mən inşallah bu qədərdir. Bilirəm, say az idi. Amma mən də dediyim kimi məcbur edim. Belə videonu qısa çəkdim. Hər birinizi çox istəyirəm. Mənim üçün dua edin. Dua dilənirəm kimi. Biraz çətin vəziyyətlərdir. Hər bir çətinliyin bir inşallah bir asanlığı var. İmtihana hazırlaşıram normal olaraq. Ona görə çox stressliyəm. Belə inşallah hər şey yaxşı olar. İnşallah imtahan vlogu da gələcək. Çəkmək istəyirəm. Çünki o vəziyyətdə, o həyəcanda kameranı tutub onu şey edəcəm. Həm bir yerdə baxarıq, mən də özüm də baxacağam. Çox həyecanlıyam. Zaten nə bilim, inşallah yaxşı olar. Dünya axırdayıq ki, imtahandır. Necə ki, hamısından keçdiyimiz kimi bundan da keçəcək. Digər videolarda görüşənə də hələlik özünə yaxşı bax və bu dünyada ən dəyərli şey sənsin.